Allah'ın kulları, Allah'tan qorxun və əməllərinizi nəzarət edin və bilin ki, Allah Subhanahu taala sizləri görür və eşidir. Ey müminlər, siz qiyamət günü Allah Subhanahu taalanın qarşısında duracaqsınız. Və Allah Subhanahu taalanın qarşısında duracağınızı bildiyiniz halda və o gün üçün, o gün verilən suallara cavablar hazırlayın və bunun üçün hazır olun. Necə ki, Allah Subhanahu taala öz kəlamında da bunu deyir. Fələ və Rabbikə lənəsələnəhum əcməin. Sənin Rəbbindən buyursun ki, onların hamısından biz soruşacaq. Hamməkən yəməlun. Etdiklərinin hamısını onlardan biz soruşacaq. Başqa da Allah Subhanahu taala deyir ki, vəqifuhum innəhum məs'ulun. Onları saxlayın, onlar soruşulacaqlar. Yəni, insan cənnətə getməmişlər də qalar, cənnətə getməmişlər də qalar. Lazımdır ki, bu soru-sual olsun. Allah Subhanahu taala başqa ayədə deyir ki, وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ. Yəni, elmin olmadığı bir şeyin üzərində dayanma ki, həqiqətən qulaq da, göz də, ürək də, bunlar hamısı soruşulacaqlar. Yəni, hamısı soru-sual olacaqlar. Başqa ayədə Allah Subhanahu taala deyir ki, sonra o günüzü onlar bütün nimətlərdən soruşulacaqlar. Deyir, soru-sual olacaqlar. Yəni, Allah Subhanahu taala onları hər bir verdiyi nimətə görə onları hesaba edəcək. Bu barədə ayələr, bu mənada olan ayələr çoxdur. Bizə ki, bilinir ki, Allah Subhanahu taala bir kəsin cənnətə, bir qul cənnətə və cəhənnəmə getməmişdən öncə dayandırılacaqdır, o qul sorğu-sual olunacaqdır qiyamət günü. Yəni, əsas da iki şeydən soruşulacaqdır. Əsas iki şeydən. Nəyə ibadət edirdiniz? Nəyə ibadət edirdiniz? Və Rəsullara cavab verdiniz. Rəsullar gəlir və onlara cavab verdiniz. Birinci cavab odur, nəyin təhqiqidir? La ilahe illallah təhqiqidir. Allahdan başqa haqq məbud yoxdur. Yəni, onu bilmək, onu iqrar etmək, ona əməl etmək. İkinci isə Muhammed s.ə.v. Rəsulunu iqrar etmək, onu iqrar etmək və ona təslim olmaq itaət etmək. Əbu Aliyə rəhməhullah deyir ki, İki kəlməni, iki kəlmə var ki, ən birincilər və axırıncılar bundan nədir? Soruşulacaqlar. Nəyə ibadət edirdiniz və Rəsullara cavab verdiniz? Yəni, bunlar əvvəlkilər də, axırıncılar da, hamı bundan soruşulacaqdır. Çünki bütün Rəsullar buna görə göndərilmişdir. Tək Allah'a ibadət edin, ona heç nəyi şərik qoşmayın. Ey müminlər, qiyamət günü insan ən birinci əməllərdən soruşulan şey isə namazlar olacaqdır. Yazılmış fərz namazlar olacaqdır ki, hansı ki dinin əsasıdır namaz. Yəni, namazı olmayan insan barəsində alimlər ixtilaf edilir. Bu insan müsəlmandır, bu insan müsəlman deyil. Buna görə ən birinci soruşulan bu olacaqdır. Necə ki, bizdə gələn hədisdə Əbu Hüreyra radiyallahu anh deyir ki, Allahın Resulü sallallahu aleyhi ve sellem demişdir, ən birinci qul qiyamət günü əməllərindən soruşulacağı şey namaz olacaqdır. Əgər namazı səhih olarsa da nicət olacaqdır insan. İzzət tapacaqdır. Əgər namazı fəsad olarsa, o insan ucuzacaq, həlak olacaqdır. Ey müminlər, əgər qulun qulağı, gözü, qəlbi bu qiyamət günü soruşulacaqdırsa da, bizdə ki, qabaqda sizdə keçmişdir, ayədə keçmişdir, həqiqətən qulaq da, göz də, ürək də, bunlar soruşulacaqdır. Bunlar hamısı Allah Subhanahu taala qarşısında insanın əksinə leyhinə və leyhinə nədir? Şahidlik edəcəkdir. Ona görə də bu cəvarihlər, bu bədən üzvlərini Allah Subhanahu taala itaətdə istifadə etmək lazım. Ona asilikdə yox. Soruşulacaqdır, sən bunu itaətdən mi istifadə edirsən, qulağını, gözünü, ürəyini, yoxsa onu günahdan mı istifadə edirsən? Ey müminlər, ömür, elm, mal, mədən, bu dörd şey var. Bundan da soruşulacaqdır. Bundan da soruşulacaq, hər biri barəsində cavab veriləcək. Yəni, bir dənə mal barəsində iki soru-sual olacaqdır. Zeytinimizdə gələn hədisdə Bağzatın Əsnəmi radiyallahu anh deyir ki, Nəbi sallallahu aleyhi ve sellem demişdir, Lə təzəl qədəmə abdun yevməl qiyamət, həttə yusələ ən umrihim. Qiyamət günü qul yerindən tərpənməyəcək, yəni cənnətinə, cəhənnəmə getməyəcək, ta ki, bu şeydən soruşulmayana kimi, ömründən, o ömrünü nəyə keçiribdir? Ömrünü itaətdən mi keçiribdir, münasiblikdən mi keçiribdir? Elmindən, o elminə əməl edibdirmi? Ömrü, elmi
qazancından hardan qazanıb, hara xərcləyibdir və bədənindən bu bədənini nələrdə istifadə edir? Vəhdlərdən istifadə edir, günahlardan istifadə edir. Ey möminlər, qiyamət günü Allah Subhanahu taala hər bir başçıdan soruşacaqdır. Hər bir kimin üzərində başçılıq var eləmək, başçılıq elədiyi şeydən soruşulacaqdır. Allah taala ondan soruşacaqdır. İstər həmin o başçılığı az bir say üçün olsun, istərsə çox bir say üçün olsun. O başçılıq elədiyi kəslərə nəsihət edirmi, yoxsa onları aldadıbdırmı, onları qoruyubdurmu, yoxsa onları zalim edirdir? Necə ki, Sünən kitablarında bu barədə bir hədis gəlmişdir. Ənəs rəziyallahu anhudan Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "İnnallaha sa'ilun kullu ra'in amma istab'ah." Allah Subhanahu taala hər bir başçıdan soruşacaqdır. Nəyə ki başçılıq edirdir? Onu qoruyubdurmu, yoxsa zalim edirdir? Hətta kişi öz ev əhlindən soruşulacaqdır. Öz ev əhlinin üzərində haqqı var kişinin. Ev əhlinin onun üzərində haqqı var. O barəsində belə soruşulacaqdır. Bu mənədə gələn bir hədisdə, Buxari üstündə gələn hədisdə İbn Ömər radiyallahu anh demişdi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm gələn hədisdə: "Ələ kullukum ra'in bil nacahum." Hər biriniz başçısınız və hər biriniz başçılıq elədiyiniz şeydən soruşulacaqsınız. Əmir, insanlar üzərində olan əmir başçıdır. Onun üçün soruşulacaqdır. Yəni böyük bəli əmir var, insanlar üzərində hökmü var. Neyir? Onlar barəsində soruşulacaqdır. Məsuliyyət böyükdür. Nə qədər böyüksən, o qədər məsuliyyət böyükdür. Bir kişi öz əhl-beyti barəsində soruşulacaqdır. Bir qadın ərinin evi və uşaqları barəsində soruşulacaqdır. Yəni, ərinin malını, namusunu, sirrini qoruyurdu, onun evladını gözəl tərbiyə edirdi. Yəni, kişi evdə olmadığı müddətdə qadın evində başçıdır. Yəni, bu şeylərdən məsuldur və bundan soruşulacaqdır. Bu, öz sevginin malından soruşacaq. Bunun çünki malı qoruyur, malı fikir verir, seyir olur, yəni, yiyəsi onu işlədir. Və bu, ondan belə bu nədir? Soruşulacaqdır. Hər biriniz başçısınız, başçılıq etdiyiniz şeydən sorumlu olacaqsınız. Ey möminlər, qiyamət günü Allah Azze və Cəllə insanlara verdiyi nemətlər barəsində onları imtihana çəkəcəkdir. O nemət bu dünya həyatında ki, o nemətlərdən ləzzət alırlar, yiyiflər, içirlər. Buna oxşar. Sağlamlıq neməti, bədən neməti, gözəl yeməklər, gözəl itkilər, gözəl qıda, yəni bütün qidalandığımız gözəl şeylər. Məskən, mərkəb, məskən, minik, bunlar hamısı barəsində bizlər soru-sual olacaq. Nemətlərin növləri çoxdur. Sadəcə burada bəzilərini biz sayılır. Allah Subhanahu taala deyir ki, həmin günüsü onlar o nemətlər barəsində soruşulacaq. Baxın, yəni elə bilməyin ki, sizə nemətlər verir, soru-sual olmayacaq. Hər bir nemət barəsində soru-sual olacaqdır. Dilimizdə gələn hədislər Əbu Hureyra radiyallahu anh demişdi ki, Allahın Resulü sallallahu əleyhi və səlləm demişdi: "İnne evvele ma yus'alu anhu yawmel kıyameti yani el-abd min'en-ni'am." En birinci nimetlerden kulun soruşulacağı şey ne olacaktır? Bədəni sağlamlığı. Allah təala deyəcək ki, sənə sağlamlıq vermədim, bədən sağlamlığı vermədim. Səni soyuq suyla soyutmadım, yəni soyuq su içib bədəni soyuqdur. İnsan səhralarda daha çox ehtiyat olur bu şeylər və istisnaflarda. En birinci nimətlərin içində bədən sağlamlığı və soyuq su barəsində insan nə bilir, soruşulacaqdır. Allah Subhanahu ta'aladan onun gözəl adlarından, uca sifətlərindən istəyirəm ki, bizləri ona şükür edən kullarından eləsin, bizləri ona körlə kullarından etməsin, bizləri qiyamət günü soru-suala hazır edən kullarından eləsin. Bərəkəllahi fikum, Allah başlamaq edir. Allah bağışlayandır, rəhmət edir.